Ölkədə və dünyada baş verən ən mühüm hadisələrin xəbərləri ilə hər gün informasiya proqramının əsas buraxılışı efirdədir. Axşamınız xeyir. Faktlara, hadisələrə və araşdırmalara keçməzdən öncə xəbərlərin müxtəsərinə nəzər salaq. Cəbhədə gərgin anlar yaşandı. Düşmən ordusu davamlı atəş taktikası seçdi. Futbol ölkəsində etiraz səsləri yüksəlir. Ölkənin əsas yolları bağlandı. Amerika gəmiləri Misir sahillərinə yan alır. Okeanın o tayından Afrikaya yönələn desant gəmiləri Misirdəki vəziyyətə necə təsir edəcək? Bölgə səmalarında helikopterlər görünəcək. Tələbə qəbulunda şok yeniliklər. Restoranlara zəng edərək evə yemək sifariş verib. Sonra da pulu verməyən kələkbaz Nəsimi polis tərəfindən zərərsizləşdirilib. Son günlər cəbhədə hökm sürən gərgin vəziyyət bu gün də davam edib. Erməni silahlı birləşmələri Ağdam, Füzuli və Göygöl rayonundakı mövqelərdən atəşkəsi pozaraq milli ordumuzun mövqələrini atəşə tutub. Daxili nizamsızlıqlarını atəşkəsi pozmaqla nümayiş etdirən erməni hərbçiləri cavab atəşi ilə susturulub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə itkimiz yoxdur. Müdafiə Naziri General-Polkovnik Səfər Əbiyev ölkəmizdə səfərdə olan Koreya Milli Assambleyasının nümayəndə heyəti ilə görüş keçirib. Görüş zamanı ölkələr arasında yaranmış geniş əlaqələrdən məmnunluq ifadə olunub. Hərbi sahədə əməkdaşlıq məsələləri barədə də fikir mübadiləsi aparılıb. Nazir Səfər Əbiyev Koreyalı qonaqları bölgədəki gərgin hərbi siyasi vəziyyət barədə də məlumatlandırıb. Nazir bildirib ki, Qarabağ münaqişəsinin dinc yolla həllinə cəhdlər göstərilməsinə baxmayaraq, Ermənistan təcavüzkar siyasətini davam etdirir və belə olan halda Azərbaycan silahlı qüvvələrini gücləndirərək işğal olunan torpaqları azad etməkdən başqa yolu qalmır. Qaçaqmalçılıq qanun pozuntusudur. Narkotik maddələrin qaçaqmalçılığı isə daha ağır cinayət. Yaxşı ki, gömrük orqanları xüsusi əməliyyat nəticəsində daha bir narkotik qaçaqmalçılığının qarşısını alıb. Biləsuvar rayon gömrük idarəsinin əməkdaşları Cəlilabad rayonu ərazisində xüsusi əməliyyat tədbirləri həyata keçiriblər və xüsusi yerdə gizlədilən 3 kiloqramdan çox tiryək, 6 kiloqramdan çox heroin, 4 kiloqramdan çox həşiş qətranı, 6 kiloqramdan çox qurudulmuş marihuana və şüşə flakonda ayrı-ayrılıqda həcmi 55 milli olmaqla təsir edici maddələr, ümumilikdə isə 22 kiloqram 51 qram çəkidə 5 addan narkotik vasitələri götürmək üçün Pərvin Kərimovla birlikdə sonuncunun idarə etdiyi Qaz 24 markalı avtomobillə həmin əraziyə gəliblər. Xəyal Kərimov gömrük əməkdaşlarının yaxınlaşdığını görüb içərisində narkotik vasitə olan çantanı əraziyə tullayaraq gəldiyi maşınla oradan uzaqlaşıb və daha sonra Biləsuvar rayonu ərazisində saxlanılıb. Müəyyən edilib ki, Pərvin Kərimov satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma və qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycana gətirilməsi barədə qardaşı Xəyal Kərimov və istintaqa hələ ki adları müəyyən edilməyən digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə giriblər. Bu məqsədlə də cinayətkar qrup İran İslam Respublikasının Germi şəhərində yaşayan üzvünə 2900 Amerika Birləşmiş Ştatları dollarını, Azərbaycan Respublikası Cəlilabad şəhəri ərazisində 3700 Amerika Birləşmiş Ştatları dollarını beh olaraq ödəyib, qrupun şəxsiyyəti istintaqa müəyyən edilməyən 2 nəfər üzvünə ümumi çəksi 22 kiloqramdan çox 5 addan narkotik vasitələri Cəlilabad rayonunun Sərxanlı kəndi ərazisində gömrük nəzarətindən kənarda qaçaqmalçılıq yolu ilə keçirərək Cəlilabad rayonunun girişində xüsusi yerdə gizlədiblər. Pərvin və Xəyal Kərimov qardaşları şübhəli şəxs qismində tutulublar. Onlar barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə Yasamal rayon məhkəməsində həbs qətimkan tədbiri seçilib. Cinayət işi üzrə külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində iştirakı olan digər şəxslərin müəyyən edilib, cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində tədbirlər davam etdirilir. Simnarə Həmidqızı, Space. Narkotikaya daha çox gənclər aid olur. Elə qaçaqmalçı kimi tutulanlar arasında da gənclərin sayı az deyil. Bu maddədən istifadənin sonunun insan üçün ölüm
Yolun isə həbsxana olduğunu hamı bilir. Amma normal yaşayış tərzi seçən gənclərimiz böyük əksəriyyətə malikdir. Təsadüfi deyil ki, hər il olduğu kimi 100 mindən artıq gənc özünə universitet yolu seçir və qəbul imtahanlarına qatılır. Bu il imtahanlarda ilk dəfə helikopterlərin köməyindən istifadə olunacaq və ətraflı yeniliklər haqqında irəliləyən dəqiqələrdə xəbər verəcəyik. İndi isə bir daha hadisələrə qaydaq. Bu gün Nəsimi polisi tamahına güc gələ bilməyib. Hərislikdən soyğunçuluq edən, narkotik satışı ilə məşğul olan və dostunun cavabını bıçaqla verən şəxsləri yaxalayıb. Bu gün həm də paytaxtdakı restoranlara zəng edərək evə yemək sifariş verib. Sonra da pulu verməmək üçün kələkbazlıq edən şəxs də Nəsimi polis tərəfindən zərərsizləşdirilib. Polis əməkdaşları Ağdam rayon sakini 23 yaşlı Kənan Şükürovu saxlayıb. O, tanışı Oqtay Məmmədxanovu bıçaqlamaqda günahlandırılır. Kənan Şükürov Oqtayı 3 bıçaq xəsarətləri ilə yaralayıb. İstintaqa ifadəsində bildirib ki, əslində məqsədi onu öldürmək olub. Əcəm metrosunun yaxınlığında nəsə söyüş, aynı bayına söyüş söydü. Mən də çıxartdım, bıçaqını vurdum, üstümdəsi bıçaqdı. Polis əməkdaşları onun ətrafında əməliyyat axtarış tədbirləri keçirərkən müəyyən edib ki, Kənan Şükürov bir neçə ay bundan əvvəl də tanışı Fərux Abbasovu bıçaqlayıb. Sonra isə dostu Ayaz Nağıyevə bir neçə bıçaq xəsarətləri vurub. Lakin cinayəti törətdikdən sonra uzun müddət istintaqdan yayınıb. Nəsimi polisi narkotik maddələrin qanunsuz alqı-satqısı ilə məşğul olan Cəlilabad rayon sakini 42 yaşlı Hikmət Ağayevi də saxlayıb. Onun üzərindən 200 qramdan çox narkotik aşkarlanıb. O, narkotika İran vətəndaşından aldığını deyib. Xətai metrosunun yaxınlığında İranlılarla tanış olmuşdum. Ondan heroin almışam $1800. Sonra polis əməkdaşları tərəfindən tutulmuşam. Qeyd edək ki, Hikmət Ağayev narkotik alqı-satqısı ilə məşğul olduğuna görə 11 il məhkumluq həyatı yaşayıb. Həbsdən çıxdıqdan sonra əməlindən əl çəkməyən Hikmət 2010-cu ildən axtarışdadır. Nəsimi polisi soyğunçuluqda təqsirli bilinən Qazax rayon sakini əvvəllər məhkum olunan 23 yaşlı Orxan Nəbiyev də yaxalayıb. O, paytaxt ərazisində zərər çəkən Mahir Məmmədovun cibindən mobil telefonu götürərək aradan çıxıb. Yatmışdı stolda. Telefon da əlindən düşüb yerə də. Mənim yerimə kim olsa onu götürəcəkdi. Mən onun qeyri-bir insan üçün telefon düşüb yerə, ayağının altında o telefonu götürməlidir. Gözü yumuk eləsək. Nəsimi polisinin keçirdiyi növbəti əməliyyat axtarış tədbirləri nəticəsində bir çox vətəndaşa qarşı dələduzluq cinayəti törədən Ordubad rayon sakini 27 yaşlı Nizami İxtiyarov yaxalanıb. O, paytaxt ərazisindəki restoranlara zəng edərək evə yemək sifariş verib. Yeməyi gətirən restoran işçisini həyətdə qarşılayan Nizami pulu verməmək üçün kələkbazlıq işlədib. 15 manatlıq yemək gətirdi, bir də 100 manata zıdat. Zıdatını alıb getdi. Zıdatını alırdım, deyirdim yeməyi ver digər obyektə. Pulu %100 oradan verəcəklər. Və çıxıb gedir. 15-16 zakaz vermişəm. Bu yolla onların zıdatı 80-85 manat təxminən bitirib getmişəm. Faktla bağlı Nəsimi rayon polis idarəsində müvafiq maddələrlə cinayət işi başlanıb. Simnarə Həmidqızı, Space. Çilidə Həmkarlar İttifaqlarının təşkil etdiyi ümumilli tətil ixtişaşlar və polislə toqquşmalarla nəticələnib. 26 nəfər həbs edilib. Məlumata görə etiraz aksiyasında şaxtaçı və liman işçiləri iştirak edib. Təşkilatçıların sözlərinə görə etirazlara büdcə sektoru işçilərinin 95%, tələbə və məktəblilər qoşulub. Aksiya zamanı gənclərin aqressiv hissəsi banklardan birinin filialına basqın edərək talan etməyə başlayıb. Etirazçılar polis əməkdaşlarına daş, taxta parçaları və yandırıcı maye ilə doldurulmuş şüşə qabları atıblar. Buna cavab olaraq polis gözyaşarıcı, qaz və su şırnağından istifadə edib. Son məlumatlara görə ixtişaşlar zamanı 3 polis əməkdaşı xəsarət alıb. Braziliyada iş şəraitinin yaxşılaşdırılması və iş vaxtının azaldılmasını tələb edən etirazçılar ölkə ərazisində onlarla magistral yolu bağlayıb. Məlumata görə etirazların əsas təşkilatçıları ölkənin aparıcı həmkarlar ittifaqlarıdır. İzdihamlı etirazlara səbəb ictimai nəqliyyatda gedişatlarının artması və kəskin sosial problemlərin fonunda qarşıdakı futbol üzrə dünya çempionatının təşkilinə vəsaitlərin həddindən artıq çox xərclənməsi olub. 1995-ci ildə Bosniyada meydana gələn minlərlə müsəlmanın ölümü ilə nəticələnən soyqırımda yaxınlarını itirən ailələr Birləşmiş Millətlər Təşkilatı binası qarşısında etiraz aksiyası keçirib. Onlar Birləşmiş Millətlər Təşkilatını hadisələrə göz yummaqda təqsirləndirir. Srebrenitsada müsəlmanlara qarşı törədilən soyqırımı xatırlamaq üçün BMT binası qarşısında aksiya təşkil edilib. Əllərində Bosniya bayraqları ilə mərasimə gələnlər Avropanın mərkəzində yaşanılan insanlıq dramına diqqət çəkiblər. Onlar 18 il əvvəl BMT-nin etibarlı ərazi olaraq elan etdiyi Srebrenitsada soyqırım işləndiyini xatırladaraq
bölgənin Avropada 2-ci Dünya müharibəsindən sonra yaşanan ən qorxunc cinayətə şahidlik etdiyini vurğulayıblar. Birləşmiş Millətlərin Bosniyadakı soyqırımdan lazımi dərsi çıxardığına dair şübhələri olduğunu ifadə edən etirazçılar yaşadıkları zülmü heç vaxt unutmayacaqlarını söyləyib. Beynəlxalq sülh məramlarının gözləri qarşısında Serb əskərlər tərəfindən soyqırıma məruz qalan müsəlmanları yad edən Bosniyalılar qətliama göz yumduqları üçün BMT-ni qınadıqlarını bəyan ediblər. Yenə Türkiyədən həyəcanlı xəbərlər var. Qardaş ölkənin Hatay vilayətinin Antakya şəhərində etirazlarla polis arasında yenidən toqquşmalar olub. Qeyd edək ki, polisə dəstək məqsədi ilə şəhərə əlavə jandarma qüvvələri də cəlb olunub. Şəhərin mərkəzində razılaşdırılmamış aksiyaya toplaşan insanlar sonradan polis əməkdaşlarını daş atəşinə tutub. Polis əvvəlcə etirazçılara kiçik yürüyüş etməyə icazə verib, lakin aksiya iştirakçıları Respublika meydanına yaxınlaşdıqda asayiş keşikçiləri onların qarşısını kəsib. Polis etirazçıları dağılışmağa çağırıb, buna cavab olaraq aksiya iştirakçıları oturaq aksiyası keçirməyə qərar veriblər. Bir müddət sonra etirazçılar polisin qurduğu barikadaları qırıb keçməyə cəhd edib və bu zaman toqquşmalar başlayıb. Məlumata görə ağır xəsarətlər olmaqla onlarla etirazçının yaralandığı və saxlanıldığı bildirilir. Silahlı ekstremistlərin Bağdaddan 200 kilometr aralıda neft borularının mühafizəçilərinə hücumu nəticəsində 11 nəfər qətlə yetirilib. Bağdaddan 80 kilometr şimal-qərbdə yerləşən Muqtadiyyə şəhərində minalanmış avtomobil kamikadze tərəfindən partladılıb. 11 nəfər ölüb. Terror aktı yas mərasimi keçirilən yerin yaxınlığında törədilib. Bundan əlavə Bağdadın şərqində avtomobilin partladılması nəticəsində 4 nəfər də həlak olub. Dünyanın gündəmində olan digər mühüm hadisələrə sıradakı xülasəyə nəzər salıb xəbərdar ola bilərsiniz. New Yorkda Manhattan şəhərində güclü partlayış baş verib. 6 nəfər yaralanıb. Yerli mediaya görə yaralılardan ikisinin vəziyyəti kritikdir. Partlayış zamanı Çinlilərin kompakt yaşadığı Pike Street küçəsində yerləşən binanın bir hissəsi uçub. Hadisənin səbəbləri araşdırılır. Yaxınlıqdakı binalara isə qazın verilişi müvəqqəti dayandırılıb. Tehranın 6 mərtəbəli tikiş fabrikində yanğın olub. Məlumata görə hadisə Cümhuriyyət xiyabanında baş verib. 3 nəfər ölüb, bir neçə nəfər isə yaralanıb. Ölənlərdən ikisi qadındır. Bir nəfər xilas olmaq üçün 4-cü mərtəbədən özünü atsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Yaralılardan 3-ü ilkin tibbi müdaxilədən sonra xəstəxanaya aparılıb. Yanğını yalnız bir neçə saatdan sonra söndürmək mümkün olub. İndoneziyanın Medan şəhərindəki həbsxanadan 200-dən çox məhbus qaçıb. Məlumata görə qaçan məhbusların müəyyən edilib saxlanılması üçün əlavə təhlükəsizlik qüvvələri cəlb olunub. Polisin açıqlamasında artıq 10 nəfərin saxlanıldığı qeyd olunur. Qaçan məhbuslar arasında 12 nəfərin terrorçuluqda şübhəli bilinməsi hüquq mühafizə orqanlarının xüsusi narahatçılığına səbəb olub. Qeyd edək ki, məhbuslar həbsxanada baş vermiş yanğın səbəbindən işıqların sönməsindən istifadə edərək qaçmağı bacarıblar. Amerika Birləşmiş Ştatlarının 2 hərbi gəmisi Misir sahillərinə doğru istiqamət götürüb. Bu barədə Dəniz Piyadaları Korpusunun komandanı General James Amos bəyanat yayıb. Misir böhran içindədir. Belə şeylər baş verdikdə biz vəziyyəti nəzarətdə saxlamaq üçün müəyyən addımlar atmalıyıq deyə Amos qeyd edib. Lakin o, Amerika Birləşmiş Ştatlarının məsələ ilə bağlı konkret hansısa variantları nəzərdən keçirdiyini açıqlamayıb. Dəniz Piyadaları Korpusunun nümayəndələri qeyd ediblər ki, hərbi gəmilərin sahilə yaxın irəliləməsi ehtiyac yarandığı halda helikopter və digər texnikanın istifadəsini asanlaşdıracaq. Daha bir avtobus qəzası bugün Hacıqabul rayonunda baş verib. Mikroavtobusun aşması nəticəsində 5 nəfər sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar xəstəxanalara yerləşdirilib. Ağır yol qəzası Bakı-Qazax yolunun 149-cu kilometrliyində Hacıqabul rayonunun Qarasu kəndi ərazisində qeydə alınıb. Gədəbəy rayon sakini 47 yaşlı İlham Faiqoğlu Abbasovun idarə etdiyi Mercedes markalı mikroavtobus Bakı istiqamətində hərəkətdə olarkən anidən idarəetməni itirib. Nəticədə sərnişinlə dolu mikroavtobus yolun kənarına aşıb. Qəza nəticəsində avtobusda olan 13 nəfər sərnişindən 5 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Hadisə yerinə təcili yardım maşınları cəlb olunub. Qəza zamanı yaralılardan Şirvan şəhər sakini 28 yaşlı Hüseyn Mirzağoğlu Həsənov və Göygöl sakini 46 yaşlı Rövşən İbrahimoğlu Ramizovun vəziyyəti ağır olduğu üçün Bakı şəhərinə göndərilib. Digər yaralı Şəmkir rayonunun Seyidlər kənd sakini 28 yaşlı Vasif Yunisoğlu İbadov kəllə beyin travması ilə Şirvan şəhər xəstəxanasına yerləşdirilib. İbad Əliyev adlı xəstə isə ambulator yardım alaraq evə buraxılıb. Bir nəfər yaralı isə Hacıqabul rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Hadisənin baş vermə səbəbinə gəldikdə isə sürücünün sözlərinə görə qəfildən mikroavtobusun qarşısına yük maşını çıxıb və qəza şəraiti yaradıb. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat şöbəsində araşdırma aparılır. Mümtaz Arifoğlu, Təyyar Nəsirli, Vüqar Qaliboğlu, Space.
Bu danılmaz bir faktdır ki, yüksək sürət təkcə yolu yox, bəzi hallarda ömrü də qısaldır. Ehtiyatlı olmaq lazımdır. Həm piyadalar, həm də sürücülər. Ehtiyatın isə bu məsələdə sərnişinə demək olar ki, heç bir aidiyyatı yoxdur. Gərək ki, ictimai nəqliyyatı idarə edən sürücülər özlərindən başqa sərnişinlərin təhlükəsizliyinə görə də məsuliyyət daşıdıqlarını unutmayalar. Və Gəncədə də ağır yol nəqliyyat qəzası baş verib, ağır yol nəqliyyat qəzası baş verib. 2 nəfər ağır yaralanıb, sürücülərdən birinin yol hərəkət qaydalarını pozaraq dönmə əməliyyatını düzgün yerinə yetirə bilməməsi qəzaya səbəb olub. Hadisə iyunun 11-də saat 15 radələrində baş verib. Heydər Əliyev prospekti ilə hərəkətdə olan Gəncə şəhər sakini 1983-cü il təvəllüdlü Zəmanəddin Fərəcovun idarə etdiyi Vaz 2106 markalı avtomobil prospektdən başqa küçəyə dönmə əməliyyatını yerinə yetirən 1950-ci il təvəllüdlü Rafiq Məmmədovun idarə etdiyi eyni markalı avtomobillə toqquşub. Hadisə zamanı Zəmanəddin Fərəcovun avtomobilində olan 2 sərnişin 21 yaşlı Məlahət Qurbanova ilə 18 yaşlı Ayşə Fərəcova bədən xəsarətləri alaraq Gəncə şəhər təcili tibbi yardım xəstəxanasına yerləşdirilib. Xəstəxanadan onların səhhətinin orta ağır olduğu bildirilir. Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır. İlkin ehtimallara görə qəzaya səbəb isə Rafiq Məmmədovun avtomobillə dönmə əməliyyatını düzgün yerinə yetirməməsi olub. Aliyə Rövşən qızı Zakir Muradov Rövşən Əmraslanoğlu, Space Gəncə. İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən sahibkarlığın inkişafına dövlət dəstəyi çərçivəsində Biləsuvar rayonundakı 4 saylı qəsəbədə məskunlaşmış Cəbrayıl bölgəsindən olan 30 məcburi köçkün sahibkara 257 min manat güzəştli kredit verilib. Bu kreditlər hesabına 30 yeni iş yerinin yaradılması mümkün olacaq. Sahibkarlığa Kömək Milli Fondu sahibkarlığın inkişafına dövlət dəstəyi mövzusunda növbəti tədbirini Biləsuvar rayonunda Cəbrayıldan olan məcburi köçkünlərin məskunlaşdığı 4 saylı qəsəbədə keçirib. Tədbirdə 100-ədək sahibkarlıq subyekti ilə məşğul olan məcburi köçkün iştirak edib. Tədbir çərçivəsində Biləsuvar rayonunda məcburi köçkünlərin məskunlaşdığı qəsəbələrin iqtisadi potensialına uyğun olaraq güzəştli kreditlər hesabına müəyyənləşdirilməsi məqsədə uyğun hesab olunan kiçik həcmli çörək istehsal müəssisələrinin, cins heyvandarlıq təsərrüfatlarının, nar bağlarının və müasir suvarma sistemlərinin tətbiqi ilə tərəvəzçilik təsərrüfatlarının yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib. Həmçinin tədbirdə məcburi köçkünlərin məskunlaşdıqları ərazilərdə dövlət proqramları çərçivəsində görülmüş işlər və həyata keçiriləcək layihələr barədə məlumat verilib. Bu qəsəbələrdə məskunlaşan məcburi köçkünlərə tövsiyə olundu və nümunəvi layihələr təqdim olundu ki, narıçılıq təsərrüfatlarının, kiçik heyvandarlıq müəssisələrinin, çörək istehsalı müəssisələrinin yaradılması istiqamətində daha fəal olsunlar. Eyni zamanda bu tədbir çərçivəsində müfəkkir kredit təşkilatlarının da iştirakı təmin olundu ki, gələcəkdə bu istiqamətdə güzəştli kreditlərin verilməsi daha da artırılsın. Məcburi köçkün sahibkarları dövlətin onlara göstərdiyi qayğıdan razı qaldıqlarını bildiriblər. Hal-hazırda heyvanım var, 8 baş qara malım var, qoyunum var. Bundan da hələ artıracağım. Bu pulu verdiklərinə görə mən bunlara sağ ol deyirəm. 15 min dəyərində pul tutmuşam ki, bunu da taxılçılığa, inkişafına sərf eləmişəm. Tərəvəzçilik, heyvandarlıq, hal-hazırda bu dəqiqə tərəvəz əkinlə məşğuluq, pambıq əkini var. Bu dövlətin belə etdiyi qayğıya görə ölkə büdcədə minnətdarlığımı bildirirəm. Tədbir çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Biləsuvar rayonundakı 4 saylı qəsəbədə məskunlaşmış 30 məcburi köçkün sahibkara 257 min manat güzəştli kredit verilib. Bu kreditlər 30 yeni iş yerinin yaradılmasına imkan verəcək. Mümtaz Arifoğlu, Təyyar Nəsirli, Vüqar Qaliboğlu, Space. Təmiz Şəhər Açıq Tipli Səhmdar Cəmiyyəti 7-ci Bakı Yay Enerji Məktəbinin iştirakçılarını tullantıların idarə olunması sahəsindəki irəliləyişlərlə tanış edib. Dünyanın 20-dən çox ölkəsinin nümayəndəsinin iştirak etdiyi turda qonaqlar tullantıdan enerji alınması prosesi və zavodun fəaliyyəti ilə əyani olaraq tanış olublar. Bərk məişət tullantılarının yandırılması zavodunda Azərbaycan Diplomatik Akademiyasının Xəzər Enerji və Ətraf Mühit Mərkəzi Dövlət Neft Şirkəti tərəfindən keçirilən Bakı Yay Enerji Məktəbinin 7-ci günü enerji və ətraf mühit mövzusunda tədbir keçirildi. Tədbirdə Təmiz Şəhər ASC-nin idarə heyətinin sədri Zakir İbrahimov qonaqlara ölkədə tullantıların idarə olunması sahəsində görülən işlər, zavodun fəaliyyəti haqqında məlumat verdi. Qeyd olundu ki, Azərbaycan hökuməti tərəfindən ətraf mühitin qorunması və tullantıların idarə olunması sahəsinə böyük diqqət yetirilir. Bərk məişət tullantılarının yandırılması zavodu qısa müddət ərzində istifadəyə verilib və istehsalat gücünə görə Şərqi Avropa və MDB məkanında ən iri zavoddur.
Tədbirdə iştirak edən 20-dən çox ölkənin 40-a yaxın nümayəndəsi tullantılardan enerji alınması prosesi və zavodun fəaliyyəti ilə əyani tanış oldular. Jurnalistlərə açıqlama verən Xəzər Enerji və Ətraf Mühit Mərkəzinin direktoru Elnur Sultanov bu kimi turlara rüsum ödəyərək qatılmağın mümkünlüyünü vurğuladı. Bu proqram əslində rüsumludur. Yəni xaricilər, məsələn bizdə indi dediyim kimi 20 ölkədən iştirakçı var. İsraildən, İtaliyadan, Amerikadan, Hindistandan qonaqlarımız var və bu insanlar rüsumlarını ödəyərək bir mənada, sözün həqiqi mənasında bilik turizmi üçün Azərbaycana gəlirlər və bu öz-özünə qürur verici bir hadisədir. Qonaqlar bərk məişət tullantılarının yandırılması zavodunda idarəetmə otağından şüşə arxasından və onlayn monitor vasitəsilə tullantıların yandırılması prosesini müşahidə etdilər. Tur iştirakçılarına həmçinin tullantıların çeşidlənməsi faydaları, sonraki mərhələdə isə tullantıların təkrar emalı və zərərsizləşdirilməsi prosesi izah edildi. Azərbaycan Avropanın enerji təhlükəsizliyi baxımından çox vacib bir ölkədir. Buna görə də Avropa daim ölkənizdə bu istiqamətdə gedən bütün prosesləri izləyir və aparılan müsbət dəyişikliklərlə maraqlanır. Bakı çox gözəl şəhərdir. Burada olduğum müddətdə şəhərinizdə gedən quruculuq və abadlıq işlərinə heyran qaldım. Yaxşı ki, belə bir layihəyə qoşuldum və şadam ki, haqqında eşitdiyim bu gözəllikləri görə bildim. Mən bura Meksikadan gəlmişəm. Bütün ölkələrdə bu kimi zavodların fəaliyyət göstərməsi çox vacibdir. O cümlədən Azərbaycanda da. Bu zavodun mövcudluğu şəhərinizin təmizliyinin nümunəsidir. Mən deyərdim ki, Azərbaycan çox təmiz və möhtəşəm bir ölkədir. Hətta Cənubi Amerikada bu kimi təmiz şəhərlərə az rast gəlinir. Xoşbəxtsiniz ki, bu cür gözəl və inkişaf edən bir ölkədə yaşayırsınız. Bildirildi ki, zavodda əldə olunan enerji 100 min ailənin tələbatını ödəmək üçün nəzərdə tutulub. Tullantıların idarə olunması sahəsində görülən işlər haqqında məlumat turlarının mütəmadi olaraq keçirilməsi bundan sonra da davam edəcək. Pərvin İsmailova, Fərhad Babayev, Space. Bugün 2013-2015-ci illərdə dövlət orqanlarında elektron xidmətlərin genişləndirilməsi və elektron hökumətin inkişafına dair dövlət proqramının müzakirəsi keçirilib. Müzakirələrdə dövlət qurumlarının, beynəlxalq təşkilatların, eləcə də ölkədə akkreditə olunan diplomatik korpusun nümayəndələri iştirak edib. Dövlət proqramı layihəsi Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə birgə hazırlanıb. Layihənin əsas məqsədi elektron hökumətin formalaşdırılması və bu sahədə aparılan işlərin təkmilləşdirilməsidir. Bu milli fəaliyyət planında əsas məğzu ondan ibarətdir ki, normativ hüquqların və digər sahədə tətbiq edilən dövlət proqramları, milli fəaliyyət planlarının, qanun layihələrinin hazırlanması sahəsində həmçinin ictimaiyyətin rəyi bu prosesdə rəy alınmalıdır və ictimaiyyət bilavasitə bu prosesdə iştirakçı olmalıdır. Layihənin reallaşdırılması istiqamətində vahid informasiya bazası yaradılacaq. Dövlət orqanları arasında elektron xidmətlərin inkişaf etdirilməsi, vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin artırılması təmin ediləcək. Eyni zamanda elektron xidmətlərdən istifadə sadələşdirilərək dövlət idarəçiliyində müasir texnologiyaların tətbiqi genişləndiriləcək. Və biz güman edirik ki, bu günləri ictimai müzakirədən sonra da ictimai qurumlar tərəfindən səslənəcək fikirlər bu layihədə öz əksini tapacaq və ümumilikdə dövlət proqramı ölkəmizdə elektron hökumətin formalaşmasına, elektron xidmətlərdən daha da geniş istifadə olunmasına xidmət edəcəkdir. Toplantıda elektron hökumətin inkişafına dair tədbirlərdə müzakirə olundu. Qeyd edək ki, aparılan müzakirələri və nəticələri Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Asan Xidmət Mərkəzinin rəsmi Twitter saytında da izləmək mümkündür. Nərmin Nürəddin qızı, Soltan Məmmədov, Space. Növbəti xəbərimiz daha çox Gəncə şəhər sakinləri üçün maraqlı olacaq. Gəncə şəhərində avqust ayının sonunda Asan Xidmət Mərkəzi fəaliyyətə başlayacaq. Təxminən avqust ayının sonlarında artıq Gəncə şəhərində və Bakı şəhərində yeni bir Asan Xidmət Mərkəzi fəaliyyətə başlayacaqdır. Gəncə şəhərində açılacaq Asan Xidmət Mərkəzi təkcə Gəncə şəhərinə deyil, necə ki Sumqayıt şəhərinin misalında, həmçinin Gəncə ətrafı rayonlarımıza xidmət edəcəkdir. Və buraxılışımızın əvvəlində vəd etdiyimiz reportajı təqdim edirik. Tələbə qəbulunda bu il şok yeniliklər var. Belə ki, bu il keçiriləcək qəbul imtahanlarında helikopterlərin də köməyindən istifadə olunacaq.
Həyəcan, gərginlik, il boyu oxunan və mənimsənən biliyin yaddan çıxma qorxusu və imtahan stresi. Abituriyentlərin keçirdiyi hissləri belə xarakterizə etmək olar. Gərgin anların bitməsinə 2 gün qaldı. İyulun 14-də 3-cü ixtisas qrupu üzrə keçirilən imtahanda 29 min gənc bilik və bacarığını sınayacaq. Gənclərdən 26.776 nəfəri Azərbaycan, 2163 nəfəri isə Rus bölməsinin məzunlarıdır. Humanitar fənləri olanlarla müqayisədə daha yaxşı mənimsəyənsə yenə də qızlardır. Fakt və rəqəmlər bunun təsdiqidir. Bu qrupu seçənlərin 21.306 nəfəri qız, 7.633 nəfəri isə oğlandı. İmtahan keçirilməsi nəzərdə tutulan ünvanlar və məkanlar da dəqiqləşdirilib. Bu il regionlarda yaşayan abituriyentlər imtahan vermək üçün paytaxta gəlməyəcəklər. Tələbə qəbul komissiyasının ölkənin 11 rayonunda keçirməsi nəzərdə tutduğu qəbul imtahanları bölgələrdə və ona yaxın ərazidə yaşayan gənclərə həm maddi, həm mənəvi baxımdan xeyli köməyi dəyəcək və həmin ərazilərə materiallar imtahan günü sübh tezdən çatdırılacaq helikopter vasitəsilə. İmtahan materialları vaxtında yerində çatdırılacaq ki, bizim imtahanların keçirilməsinin fərqi də odur ki, materiallar yalnız bilavasitə imtahan günü səhər yerlərə çatdırılır və eyni yerlə, bütün yerlərə eyni zamanda çatdırılır və bütün yerlərdə imtahan eyni zamanda başlayır. Ali məktəblərə ixtisas seçimi abituriyentlərin qəbul imtahanlarında topladıqları ballar elan olunduqdan sonra bütün ixtisas qrupları üzrə avqustun 6-sından 15-nədək internet vasitəsilə aparılacaq. Biliyi, intellekti və hazırlıq səviyyəsi yüksək olanlar təbii ki, narahatçılıq keçirməyəcəklər. Yüksək bal yığıb istədikləri ixtisası seçə biləcəklər. Həm valideynlər, həm abituriyentlər imtahana gəlməmişdən qabaq onlar buraxılış vərəqəsini çap eləyəndə buraxılış vərəqəsinin arxasında abituriyentin yaddaşla bağlı, yaddaş kitabçası deyilən bir kitabça var. O kitabçanı oxusalar və orada yazılan bütün tələblərə ciddi riayət eləsələr, onların imtahanı heç bir problemi olmayacaq və onlar yüksək səviyyədə imtahanı verə biləcəklər. Harda zəhmət varsa, orada sevinç və qalibiyyət var. Zəhmət çəkib savad, bilik və bacarıq qazananlar təbii ki, imtahandan qalib çıxacaqlar. Bu qalibiyyət isə onları çox uzaqlara aparacaq. Şansınızdan yararlanmağa çalışın. Bəturə Nəbiyeva, Rəşad Qurbanov, Space. Növbəti xəbərimiz də abituriyentlər üçündür. Belə ki, ilk imtahan iyulun 14-də 3-cü ixtisas qrupu üzrə keçiriləcək. İyulun 14-də axşam saat 19:00-da Space-in canlı efirində rəsmi doğru cavablar Space televiziyası və tələbə qəbulu üzrə Dövlət Komissiyasının birgə layihəsi olan abituriyent verilişində ekspertlər 3-cü ixtisas qrupu üzrə keçirilən imtahanlar barədə məlumat verəcəklər. Suallarınızı 99601, 99602, 99603 SMS nömrələrinə göndərə bilərsiniz. Və məzənnələr və birja haqqında xəbərləri təqdim edirik. 1 Amerika dolları 78 qəpik, 1 avro 1 manat, 1 Rusiya rublu 2 qəpik, 1 İngiliz funt sterlingi 1 manat 16 qəpik, 1 Türk lirəsi 40 qəpik. 1 unsiya qızılın qiyməti 984 manat. Neftin bir bareli 103 manat. 1 unsiya gümüşün qiyməti 14 manat 98 qəpik. Buğdanın 1 kiloqramı 20 qəpik. Pambığın 1 kiloqramı 1 manat 46 qəpik. Bu mənim sizə təqdim etdiyim sonuncu xəbər idi. İndi də Hər gün informasiya proqramında sıra idman xəbərlərinindir. Ürfan Məmmədlinin təqdimatında izləyə bilərsiniz. Sağ olun. Axşamınız xeyir. Salam əziz dostlar, efirdə idman xəbərlərdir. Klublarımızdan tarixi uğur. Avroliqanın birinci təsnifat mərhələsində qoşulan hər üç təmsilçimiz ilk dəfə olaraq tam heyətlə növbəti mərhələyə adlayıb. Ötən həftə səfərdən Makedoniya Metallurqunu minimal hesabla üstələyərək ikinci mərhələyə bir addım da yaxınlaşan Qarabağ, cavab maçında da Skopyelilərə eyni aqibət yaşadıb. İlk yarıda rəqibindən aşkar üstün oyun nümayiş etdirən Ağdamlılar ələ düşən imkanları sağa-sola xərcləməklə yata qalıblar. Fasıdan sonra da fəallığını azaltmayan Qarabağ son 6 dəqiqə qalmış Metallurqun müqavimətini qırıb. Leroy George komandamızın növbəti mərhələyə vəsiqəsini rəsmiləşdirib. 1-0.
Eyni hesab Xəzərlənkaran Slima maçında da qeydə alınıb. İlk dəqiqələrdən hücuma atılan cənublular Nildo ilə fərqləmə imkanını boşa versələr də, hissənin ortalarında Rahid Əmirquliyev Orsul üçün cinahdan ötürdüyü topu başla lazımı ünvana çatdırıb 1-0. Az sonra Nildonun gözəl aşırma zərbəsinin qarşısını qalkiper alıb. Qalan vaxtı da tərəflərin heç biri fərqlənə bilməyib və minimal hesablı qələbə qazanan Xəzərlənkaran mübarizəni davam etdirir. Səfərdə Finlandiyanın Mariehamn klubunu 2-0 hesabı ilə məğlub edən Inter də adını ikinci təsnifat mərhələsinə yazdırıb. Qeydək ki, burada Qarabağ Polşanın Piats, Xəzərlənkaran İsrailin Makkabi Hayfa, Inter isə Norveçin Tromsø klubları ilə qarşılaşacaq. Növbəti mövsümə ciddi hazırlaşan Bakı komandası Avstriyadakı hazırlıqlarını davam etdirir. Daha bir yoxlama oyununda qüvvəsini sınayan Milinko Pantic'in yetirmələri bu dəfə də meydandan qalib ayrılıblar. Bir neçə gün əvvəl yerli Hilmagur futbolçularına 4-1 hesabı ilə qalib gələn paytaxt təmsilçisi bu dəfə Penik acımayıb. Oyuna Horvatın erkən qolu ilə başlayan Pantic'in yetirmələri 4 dəqiqə sonra Rəşad Abdullayev ilə ikinci qolu rəqib qapısından keçiriblər. Hücumlara ara verməyən Zolaqlılar Abdullayevin dubli sayəsində 3-cü dəfə Penik futbolçularını mərkəzə dəvət ediblər. Görüşün ilk yarısının tamamına dək qapılara daha 2 qol vurulub. 31-ci dəqiqədə Fomenko, 10 dəqiqə sonra isə Martinez Avstriyalıları məyus edib 5-0. Qol yağmurunu ikinci hissədə də davam etdirən Zolaqlılar Rauf Əliyevlə fərqi bir qədər də artırıblar 6-0. Namiq Ələsgərovun və Kalonasın qalan dəqiqələrdə vurduğu qollarsa oyunda yekun hesabı müəyyənləşdirib. Bakı Penik 8-0. Çempionlar Liqasında mübarizəyə hazırlaşan Neftçi Almaniyanın Dinamo Dresden komandası ilə yoxlama maçı keçirib. 2-1 hesabı ilə almanların xeyrinə nəticələnən oyunda bu günlərdə ölkə çempionu ilə müqavilə bağlayacağı gözlənilən Ernest Nforun baxımlı qolu diqqət çəkməyə bilməz. Bugün Topaz Premyer Liqasının yeni mövsümünün püşkü atılıb. Alfanın inzibati binasında baş tutan püşkatma mərasimində tətbiq olunacaq yeni qaydalar da müzakirə olunub. Bu mövsüm Premyer Liqada 10 komandanın mübarizə aparacağı artıq məlum idi. Bugünə isə kimin kimlə nə vaxt qarşılaşacağını müəyyənləşdirmək qalırdı. Püşkatmanın yekunlarına əsasən azarkeşlər elə ilk turda maraqlı oyunlara şahidlik edəcəklər. Açılış turunun mərkəzi maçı isə Interlə Qarabağ arasında oynanılacaq. Bakı-Qəbələ görüşü də diqqətdən kənar qalmayacaq. Digər cütlüklərə gəlincə, Sumqayıt Xəzərlənkaranı, Simurq isə Ravanı qonaq edəcək. Son 3 ilin dəyişməz çempionu Neftçi yeni mövsümün pərdəsini Azalla ev oyunda açacaq. Ötən gün Avroliqada mərhələ adlayan klubları təbrik edən Peşkar Futbol Liqasının prezidenti Ramin Musayev təmsilçilərimizin qrup mərhələsinə adlayacaqları təqdirdə təqvimdə onlara güzəşt olunacağını bildirib. PFL prezidenti hakimliyi ilə və birinci dəstədən gələcək komandalarla bağlı məsələyə də aydınlıq gətirib. Gərgin oyunlarda 6 hakimdən istifadə olunacaq. Yəni deyək ki, bütün oyunlarda yox, hansı ki gərgin oyunlar olur, həmin oyunlarda onda müraciət edəcəyik. Afriya Hakimə Komitəsinə 6 hakimdən istifadə edəcək. Birinci dəstədən, birinci divizyondan Premyer Liqaya bir komanda gələcək. İnşallah gəlmək istəyən olsa. Hər il deyirik, elə özümüz də eşidirik. Bəzən bizim hörmətli jurnalistlərimiz deyirlər ki, yenə komanda qalxmadı. Hansı gəldi buraxmadı? Xatırladaq ki, 4 dövrədən və 36 turdan ibarət olacaq 22-ci Azərbaycan çempionatının ilk oyunları avqustun 3-ü və 4-ündə keçiriləcək. Püşkatma mərasimində həmçinin startı veriləcək Premyer Liqada oynanılacaq topların da təqdimatı olub. Qazanda keçirilən tələbələrin 27-ci Ümumdünya Universiadasında mübarizənin qızğın çağıdır. Bugünədək 4 medal qazanan təmsilçilərimizin uğurlu çıxışını güləşçilərimiz davam etdirmək niyyətindədir. 7 çəki dərəcəsində mübarizəyə qatılan sərbəst güləşçilərimizin 3-ü bugün qüvvəsini sınayıb. Ən yaxşı nəticəni 74 kiloqramda çıxış edən Cəbrayil Həsənov göstərib. Finaladək bütün rəqiblərindən üstün olan idmançımız ən azı gümüş medalı təmin edib. Yarın finaladək inamla addımlayan Hacı Şərifov isə 96 kiloqram çəkidə Monqolistanlı Xuderibulqa George Khandla 3-cü yer uğrunda güləşəcək. 60 kiloqramda xalça üzərinə çıxan Hacı Əliyev də bürünc medalı boynundan asa bilər. Bunun üçün o, Bolqarstanlı Stefan Ivanova qalib gəlməlidir. Qeyd edək ki, dünən xalça üzərindən çıxan 4 idmançımız mükafatçılar sırasından kənarda qalıb. Əziz dostlar, bu səs çatdıracağımız sonuncu idman xəbəri idi. Sabah yenidən görüşmək ümidi ilə sizdən ayrılırıq. Təbii ki, daim sağlam olmaq şərti ilə.